Gürcüstan milliyyətindən asılı olmayaraq bütün vətəndaşlarını qorumalı və Azərbaycanlıların girov götürülməsi məsələsində Ermənistandan ciddi izahat tələb etməlidir. Bunu politoloq Aydın Mirzəzadə Gürcüstan-Ermənistan sərhədində Azərbaycanlıların erməni sərhədçiləri tərəfindən girov götürülməsinə münasibət bildirərkən deyib. Son vaxtlar Gürcüstan-Ermənistan sərhədində 4 Azərbaycanlının erməni sərhədçilər tərəfindən girov götürülməsi Azərbaycan ictimaiyyətini çox ciddi narahat edir. Millət vəkili politoloq Aydın Mirzəzadənin fikrincə, bu Gürcüstan dövlətinə daxili məsələ olsa da, biz soydaşlarımıza qarşı birgənə qala bilmərik. Hesab edirik ki, Gürcüstan bu məsələdə ciddi addımlar atmalıdır. Bu Gürcüstan daxili iş olsa da, söhbət soydaşlarımızdan getdiyinə görə biz Gürcüstan hökumətinə müraciət edərək öz vətəndaşlarını qorumağını, niyə məhz Azərbaycanlıların girov getirilməsi məsələsinə bir aydınlıq gətirilməsini və aydın məsələdir ki, Gürcüstan-Ermənistan sərhədində təhlükəsizliyin qorunması üçün müvafiq addımların atılmasını Gürcüstan tərəfdən gözləyirik. Aydın Mirzəzadə vurğulayır ki, Azərbaycanlıların girov götürülməsi vaxtaşırı davam edir və Ermənistan sərhədçiləri özlərini cəzasız hiss edirlər. Onlar sərbəst şəkildə Gürcüstan ərazisinə daxil olur, məhz Azərbaycanlı vətəndaşları girov götürür və sonra da qeyri-qanuni məhkəmələr qururlar. Bu artıq davamlı olaraq gedir. Bunun məqsədi Azərbaycanlıların qorxudularaq oradan köçürülməsidirmi, yoxsa bunun vasitəsilə Azərbaycana siyasi və psixoloji təzyiq etməlidirmi? Bu artıq başqa məsələdir. Amma Gürcüstan milliyyətindən asılı olmayaraq bütün vətəndaşlarını qorumağı bacarmalıdır və bu məsələdə Ermənistan tərəfdən ciddi izahat tələb etməlidir. Çox təəssüf ki, biz bunu Gürcüstan tərəfdən görmürük. Hatırladaq ki, erməni sərhədçilər tərəfindən oğurlanan Sadaqlı kənd sakini Allahverdi Pələngov hələ də geri qaytarılmayıb. Onun barəsində sərhəddi qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb. Rəhman Əsədov, LTV.